C-klası çoxları güc və şan-şöhrətə görə alır. Amma bu avtomobildə hər şey var. Güc, şan-şöhrət, ən əsas da komfort. Qarşılayın, bugünkü qonağımız 5 metr uzunluğunda 5 motor Range Rover. 5 motor 510 at gücü, 0-100 sürətlənməsi isə cəmi 5 saniyə və bizim 90 litrlik yanacaq sərfimiz var, hansı ki minimum 95 aktdan yanacaqdan istifadə etməlisiniz və avtomobilin yanacaq sərfiyyatı şəhər için 17-18 litrdir. Qapını açdığımız zaman ayaqaltılar bizi qarşılar. Qapını bağlayanda isə pilsos qapıları da avtomatik bağlanır. Avtomobilin bagaj hissəsinə keçdikdə isə qapılarımız avtomatik açılır və bizi burada 550 litrlik nəhəng bir bagaj qarşılayır. Məncə bu ideal rəqəmdir. Salon hissəsinə gəldikdə isə oturacaqlar çox rahatdır. Yəni insan bu avtomobillə bir gün dayanmadan belə yola çıxsa heç yorulmaz. Yəni o dərəcə deyərdim. Əlavə olaraq havalı askı sistemi bu avtomobilə çox sakit bir sürüş həzzi verir. Arxa oturacaqlarda əyləşəndə özünüzü necə rahat hiss edirsinizsə, bir o qədər sürücü oturacağında əyləşəndə rahat hiss edə bilərsiniz özünüzü. Əlavə olaraq bu avtomobilə əyləşdiyiniz andan etibarən istər-istəməz bu avtomobildən hər yerə yuxarıdan aşağı baxırsınız. Və bizim cruise kontrolumuz, həmçinin head-up displeyimiz var. Həmçinin bizim burada soyuducumuz var, hansı ki siz uzaq yola çıxanda çox işinizə yaraya bilər. Həm işgüzar, həm ali avtomobil olan bu avtomobilin ölkədəki orta bazar qiyməti isə 45-50 min dollar civarındadır. Avtomobil haqqında fikirlərinizi isə şərhə yazın.